Mənə deyin görüm. Muğan kimdir? Muğan oradakı teatr işçisiydi. Xeyr müəllimə, dükana girir, o çörəyə götürür oradan axtarıb onun yanına. Sonra onun başına Dükan nədir ay çıxır o qızım? dükkanı. Döyür orada, o deyildi. Ay Lamiyə, dükan nədir balam? Dükan nədir? Meyxanada olmurlar. Meyxananı işlədən adama muğan deyirlərmiş o vaxt. Muxan, muxan. Muxan. Hə, o divarı düzəlır, çağız düzəlır deyir, sünnüdür, hər şey yalandır, Oktayla danışır. Ay sağ ol, o da acıqlanır. Deyirsən, başın xarabdır, şeytan oğlu şeytan. Bununla dalaşmaq istəyəndə Xasbolad onu saxlayır və belə deyək də Oktayı oradan çıxardırlar, Oktayın əvəzinə pulu verirlər. Çöldə Oktayla Sevərin söhbəti olur. Oktay nə deyir Sevərə? Sevər deyir ki, nə olar acımdan öləm. O da deyir ki, nə biləm sən acından ölmürsən, mən sənə inanmıram. O da deyir ki, sonra ümumiyyətlə bir fantaziyəni deyir ki, qarnına yarıb baxam görüm. Vardı içində acısını yoxsa deyir. Aha. Deyir, atsan sən kim olacaq bizim bildir. Mənim acımın nə bilgim yoxdur. Ona görə olmaz. O da ağlayır, ondan sonra da deyir ki, mən bu serialın sanatı çözmüşdüm elə. Nə sonra çalan. Deyir, ala deyir, orada özü haqqında nə deyir? Deyir ki, məncə kasıblar padişahı, Oktay Eloğlu. O da deyirsən, nə dedin Eloğlu? O da deyir, bəli, Oktay Eloğlu. Sonra deyir ki, qardaş, o da deyir, bacı. Aha, yəni burada bacısını, qardaş, bacı. Tapırlar bacı, qardaş bir-birini. Yaxşı, sən mənə de görüm, bunlar gəlirlər, Oktay razılaşır Sevərə görə artıq teatrda oynamağa. Bəs kim Tamara xanıma deyir ki, bizə 500 manat pul göndəriblər. Sən teatrda oynama. Şıxlinski. Kim? Şıxlinski. Şıxlinski yoxsa? Şəkinski. Deməli, aha, mənə deyin görüm, artıq səhnədə ayrı ikinci qadın da var. Amma o da gələ bilmir. Kimdir o? Kimdir gələ bilməyən? Yaxşı, Tamara xanım çıxıb nəyi bəhanə gətirir? Deyir, xəstəyəm. Cəmaət nə deyir ona? O deyir ki, yalan deyirsən. Və həqiqəti açıb deyəndə nə deyir Tamara? Mən də hər axmaqla gedib səhnəyə çıxan deyirəm. Əyyaşla. Əyyaş, yəni içki düşkünü. Mən deyir, qorxuram. Və həmin xanım kimdir, yadınıza sala bilmədiniz? Xurşud İvanova. Burada 2 dənə cavan oğlan olur. Bir də Firəngizlə bura gəlmiş xanımlar olurlar. Adları nədir bu oğlanların, bu xanımların? Şəxanlı ilə başqa bir dənə Özdəmirdir, bir də Elxanlıdır. Firəngizlə gələn qızların birinin adı Nərgizdir. Birinin adı anasının adı nə idi Firəngizin? Gülpəri idi. Gülgəzi. Gülgəz. Nə qədər cığıl adamlar var. Gülgəz idi. Göstərdim. Aha, nədir adı? Gülgəz. Baslı Gülgəz. Əmin sənin adı Gülgəz olduğuna? Əminəm. Aha, yaxşı. Deməli, bunun anasından bir də onlarla gələn bir rəfiqəsinin adı Gülgəz olur. Amma burada bu Gülgəzlə elə söhbətləri olmur və onun adı çəkilir. Deyir ki, Gülgəz neynəmək istəyirdi? Firəngiz deyir ki, Gülgəz neynəmək istəyirdi?
Deyir ki, səhnəyə çıxmaq istəyirəm. Gülgəz. Bəli. Ey sizi,